Bir önceki videomda söz verdiğim kimi sizinle yapım eklerlerinin kremini bölüşeceğim. Deməli ilk önce bir yumurtanı sındırdım. İçerisine bir yarım xörək qaşığı un əlavə edib düyünlərinin tam ərindiyindən əmin oluncaya qədər qarışdırdım. Sonra isə içərisinə yarım litr sütümü az əlavə etdim. Daha sonra 2 xörək qaşığı qardan nişastası və bir dolu stakan, yəni 200 qram şeker tozu əlavə edib az xodda qazın üzərində qaynayana qədər qarışdırdım. Qaynayandan sonra qapağını bağlayıb balkona soymaq üçün bıraktım. Soyduktan sonra otaq temperaturunda olan yumuşaq tereyağını ağırana qədər çırpıb içərisinə soyulmuş və pişmiş kremimi yavaş əlavə edib yaxşı qarışana qədər mikserlə çırpdım. Daha sonra bu kremimi başqa bir qaba əlavə etdim. Həmin qabın içərisində 300 qram krem qaymağımı bərkiyənə qədər çırpdım və pişmiş kremimi həmin qaymağın içərisinə əlavə etdim. İstəsəz pişmiş kreminizi yağla çırpıb tam hazır etdikdən sonra krem qaymağı onun içərisinə əlavə edib hamısını birlikdə çırpa bilərsiniz. Mən ikisini ayrı-ayrı çırpmaq istədim. Yəni öncə pişmiş kremi hazır etdim, ondan sonra qaymağı bərkiyənə qədər çırpıb içərisinə pişmiş kremimi az əlavə edib belə qarışdırdım. Daha sonra içərisinə bir paket vanilini də əlavə edib onu da yaxşıca qarışdırdım. Kremlərim çox bəyənilir, sizə qəliz gəlməsin. Tam göstərdiyim şeylərə riayət etsəniz sizdə də çox ləzzətli olacaq. Artıq krem hazırdır. Onu konditer paketinin içərisinə yığıb eklerlərini içinə dolduracağım. Həqiqətən çox yüngül və çox ləzzətli kremdir. Eklerlərə, Napolyon tortlarına və digər tortlarınıza çox yaraşacaq. Daha maraqlı videolar üçün abunə olub like atmağı unutmayın.